Sizlər yorulmadınız bu səhv inancdan? 1000 ildən çoxdur. Bir şəxsiyyətin gəlişini gözləyirsiniz. Nə vaxta qədər özünüzü bu yanlış sözlərlə aldadacaqsınız? Avropa 2000 ildən çoxdur Məsihin gəlməsini gözləyir. Zərdüşt 2500 ildir öz xilaskarını gözləyir. Qərb inanır ki, biz artıq axirə zamandayıq. Yahudilər əsrlərdir ki, Maşiyahı gözləyirlər. Bir çox dəfə hökumətləri dəyişib, amma heç vaxt belə yanlış müqayisə etməyiblər. İndi mən soruşum, siz cavab verin. Olmaya, sizin gözlədiyiniz şey daha dəyərlidir. Gözləməklə bağlı olan bu inanc yalnız Şiə inancı deyil, təkcə İslam inancı da deyil. Həmçinin bütün dünya tarixində bir modellə bağlıdır. Hər bir dövrün, hər bir mədəniyyətin öz xilaskarına ehtiyacı olub. Sumerlərdən tutmuş, hətta qədim İranda Həxamənəşlər dövrünə qədər. Mən sizin yerinizə olsaydım, bir dəqiqə belə düşünməzdim ki, belə bir xalqın keçmişini unudub, mədəniyyətini görməməzlikdən gəlib, onların düşüncəsini dəyişmək olar. Həm də bu cür beyinlər heç bir zaman sadəcə boş mülahizələrlə deyil, ciddi mübarizələrlə nəticələnir. Amma siz hələ də başa düşmədiniz ki, bu cür inanc və gözləmələr insanlar üçün sadəcə bir əlamətdir.